Salam qızlar, bu günlərim sizə oktagon, yəni 8 bucaqlı geometrik fiqurundan kardigan toxumağı göstərəcəm. Bunun əsas təməlini göstərəcəm. 8 bucaq deyəndə nəyi nəzərdə tuturam? Hərfi mənada 8 bucaqlı bir şey toxuyuruq. Bunun qol çiyin hissəsini birləşdirmişəm, amma baxın, belə bir şey alınır. 4 bucaq burada. Düz zolaq gedir belə, bədən hissəsi. 3-4 bucaq da burada. Cəmilikdə 8 bucaq olacaq. Belə görünür. Bu şəkildə də qatlayanda olur kardigan. Bunun qol hissəsini, çiynini belə bağlamışam. Toxumuşam nümunə kimi. İndi onu burada da sizə göstərəcəm, əlbəttə ki, görəsiniz. Bu sürüşdürmə ilməsi ilə birləşdirmə metodudur. Bu mənim TikTokumda, ya YouTube'umda, ya da hər ikisində olmalıdır. Amma bu videoda yenə də göstərəcəm. Deməli, sırf bu naxışdan toxumaq üçün nə edirik? Deməli, baxın, ölçünü necə götürürük? Deməli, bu kardiganın elə bir ki, ilk yığırıq, zəncir toxuyuruq və həmin o zəncirləri neçə dənə toxuyuruq. Ədədi ilə saymırıq, miqdarı ilə, santimetrlə sayırıq. İstənilən sapla, istənilən ölçü milçə ilə bunu toxuya bilərsiniz. Məsələn, mənə lazımdır ki, mənim kardiganımın bədəninin eni, məsələn, 50 santimetr olsun. Deməli, mən bu zəncirləri ən başlıqda yığanda 50 santimetr uzunluğuna çatacaq qədər zəncir toxumalıyam. Və sonra onun ətrafında toxuya-toxuya gedirik. Yəni, yeganə ölçü bunu götürürük burada. Bədənin ölçüsü ilə belə dairəvi şəkildə ölçüb 2 yerə bölə bilərsiniz. Ya da əgər hazır koftanız, paltarınız varsa, jaketiniz əyninizə rahat oturursa, məsələn, həmin jaketi ölçürsüz. Burada məsələn mən, baxın, bu qolaltı nöqtələrdir də. Bir qolaltı nöqtəsindən digərinə qədər, eyninə qədərdirsə, həmin ölçünü bu kardiganın bədən ölçüsü kimi götürə bilərik. Toxunanda bu elə bir ki, formasız olacaq, düz belə gələcək, uzadılır. Deməli, sonra neçə sıra toxuyuruq? Deməli, dairəvi şəkildə toxuyuruq və arada yoxluyuruq. Bu yaxa hissələri biri-birinə belə üzbəüz gələnə qədər toxuyuruq sıraları. Adətən belə kardiganların yaxasını elə boş şəkildə bu cürə qoyurlar, geyinirlər, düyməsiz falan. Amma əgər məsələn bu şəkildə üz-üzə gələn yerdə zip zamok bura tikə bilərsiniz, belə aşağı-yuxarı açılan zamokdan. Düymə istəyirsinizsə, düymə üçün 2 dənə variant var, necə eləmək lazımdır. Deməli, ya bir dənə də əlavə sıra toxuyursunuz ki, məsələn, bu hissə ilə bu hissə belə üz-üzə gəlsin, düymə zolağı əmələ gəlsin. Və bu halda da yaddan çıxartmırıq ki, düymə deşiklərini harda, hansı tərəfdə, sağda, solda qoymalıyıqsa, onları da yerləşdiririk. Bu əlavə sıra toxumaqlandır, bir dənə dairəvi. Əgər onu eləmək istəmirsinizsə, sadəcə baxın, belə toxuyarkən belə gəlib, bu yaxanın birinə bircə dənə, təkcə bir dənə belə zolaq, ancaq yaxada bircə dənə zolaq əlavə toxuyursunuz. O da olacaq sizin düymə üçün zolağınız. Belə bağlayıb işlədə bilərsiniz. Bu qədər. Bunun məntiqi budur. İndi başlayaq. Deməli, sxemə baxaq. Sxemi belə tutum, istəyirsinizsə özünüzə screen eləyin. Deməli, burada, baxın, bu hissə əgər aydın deyilsə sizə, onun daha böyüdülmüş versiyasını burada çəkdim. Çünki əsas hadisələr elə bu kənar hissələrdə baş verir. Kənar deyəndə nəyi nəzərdə tuturam? Baxın,
Bax bu nöqtədən tutmuş, bax bu 3 bucaq, bu yelpik deyək də. Mən buna yelpik deyirəm. Bu belə sxemdə əsasən də yelpik formasına oxşuyur. Əsas hadisələr, hesablamalar filan bizdə burada baş verir. Bu təməl hissədə bu zolaqda hər şey sadədir. Deməli, baxırıq, bu 4 bucaq buradadır. Deməli, ortadakı bu zəncirlərə birinci zəncirdən son zəncirə qədər, yenə deyirəm, burada nəsə xüsusi heç nə hesablamaq lazım deyil. Yalnız və yalnız santimetrləri bilirik və o qədər zəncir yığırıq. Və həmin bu zəncirlərin hər birinin içinə bir dənə bir atmalı sütun toxuyuruq. Belə dairəvi şəkildə toxuyuruqsa, təzən abratla o birisi tərəfə gələndə burada da eyni şey eləyirik. Amma ən birinci və ən sonuncu zəncirlərin içinə bu yelpikləri toxuyacağıq. Deməli, yelpikləri də necə toxuyuruq? Bu təməli yerləşdirmək üçün biraz yaxınlaşdıraq. Deməli, birinci sırada sıranı başlamaq üçün 3 dənə zəncir toxuyuruq və bu 3 dənə zənciri bir dənə bir atmalı sütun kimi hesablayırıq. Sonra bizə lazımdır 1, 2, 3, 4, 5. 5 cüt bir atmalı sütunlardan toxumaq lazımdır. Və hər cütün arasında da bucaq məsafəsi yaratmaq üçün, bucaq boşluğu yaratmaq üçün 2 dənə zəncir ara toxuyuruq. Yəni bu bizim bünövrəmizdir. Hər iki tərəfdə də bunu eləyirik. 5 cüt. Burada 5 cüt, burada da 5 cüt. İndi burada sıranı başlayanda 3 zəncir toxuyuruq, amma onu da sütun kimi sayırıq deyə onu da bu hesaba alırıq. Okey. Gəlin başlayaq. İkinci sıranı artıq oradan başa salarım. Bu dursun bu qıraqda. Mən indi şərti olaraq baxın, toxumanı həmişə eyni cürə başlayıram qızlar. İlk ilməmizi yaradırıq bu şəkildə. İlk ilməni heç vaxt saymırıq və ümumiyyətlə milçənin üstündə olan ilməni heç vaxt saymırıq. O bizim işlək ilməmizdir. Getdik. İndi belə top saymadan yığıram zəncirlərimi. Məsələn, siz də belə saymadan, sayını bilmədən zəncirləri toxuyursunuz. Sadəcə axırda santimetrlə ölçəcəksiniz. Məsələn, bu yığdığınız bu zəncirlər neçə santimetrdir? Yəni sizə lazım olan uzunluqdadırsa, əlinizi saxlayırsınız. Gəlin bundan ölçün. Məsələn, gözə qərar belə təsadüfi şəkildə miqdarları yığdım. Sonra götürürsünüz ya belə santimetr ya da metrə santimetr lentəkini ölçürəm. Nə qədərdir? Mənə lazım olan qədərdirsə əlimi saxlayıram. Okey. Məsələn, lazım olan uzunluqda zəncirləri toplayandan sonra başlayırıq bu yelpiyimizi toxumağa. Elə ən birinci ondan başlayacaq. Ona görə bunu belə qoyaq, gözümüzün qabağında olsun. Deməli, başlayaq. 3 dənə zəncir toxumaq lazımdır. Hansını ki bir atmalı sütun sayacağıq. Getdik. 1, 2, 3 toxuduq. Deməli, indi buradan 1, 2, 3 zəncir saydım. Dördüncünün içinə bir dənə bir atmalı sütun toxuyuram. Belə. Oldu. Dəqiqə qızlar, üzr istəyirəm. Deməli, biz indi, bax bu indi toxuduğumuz həmin bu şəkildəki, baxın bu hissədir. Bu 3 zəncir, bir də bir dənə bu sütun, bu ən son zəncirin içinə toxuduq. İndi bizə 2 zəncir məsafə toxuyuruq və cüt-cüt bu sütunları toxuyub gedirik. Cəmi 5 dənə cüt lazımdır bizə. 2 dənə zəncir bucaq boşluğu üçün
və növbəti cütümüzü yenə həmin bu zəncirin içinə toxuyuruq. Getdik. Bir dənə də 2 dənə zəncir. Baxın 1 2 cütümüz var. 3-cü cütümüzü toxuyuruq. Onu da eyni bura. İki dənə zəncir bucaq boşluğu üçün. 4-cü cütümüzü toxuyuruq. Onu da bura. Burası belə genişlənir. Heç nə olmaz. Fikir verməyin. Sapdan da asılıdır. Sonradan hamısı öz yerinə oturuşur. Da 2 dənə zəncir və 5-ci, yəni sonuncu cütümüzü toxuyuruq yenə bura. Baxın necə görsənir. Cütləri sayırıq. 1, 2, 3, 4, 5 cüt. Bax bunlardır. 1, 2, 3, 4, 5 və onların arasında 4 dənə bucaq boşluğu qoymuşuq. Yəni ki 4 dənə bucaq əmələ gətirmişik. Bu da həmin boşluqdan həmin o 2 zəncir. Sxemlə müqayisə eləyə göstərim. Yəni biləsiniz nə iş görürük burada. İndi isə baxın buradan hərəkət elədik bu istiqamətə. İndi bu tərəfdə bir-bir hər zəncirin içinə bir dənə sütun toxuya gedirik. Burada biraz bu yelpikdən sonra gələn bu hissədə zəncirin ucunu tutmaq biraz çətindir. Baxın bu hörüyə oxşuyur. Mən buna həmişə hörük deyirəm. Ya da V hərfi deyə bilərsiniz, istəyirsinizsə. Onun içinə keçirik. Məsələn, sap alıram. Ən qıraq hörüyün içinə belə keçirəm. Bir dənə sütun toxudum. Sonra yanındakını götürürəm. Belə bir yanaşı toxuyuruq. Yaxınlaşırıq kənara. Okay. Gördünüz? Bir hissəni toxuduq və buradakı son hörüyü, son zənciri saxlayırıq və bura yenə bu yelpiyi toxuyuruq. Burada artıq bu 3 zəncir olmayacaq. Hamısı sütunlardan əmələ gələcək. Çünki sıranı başlamırıq. Elə bu olduğumuz yerdən son zəncirin içinə başlayırıq birbaşa toxumağa. Deməli, birinci cütümüzü toxuyuruq. Birinci cütü toxuduq. 2 dənə zəncir bucaq boşluğu üçün. İkinci cütü toxuyuruq, onu da eyni yerə.
Üçüncü cütümüzü toxuyuruq. Bucaq boşluğu. Dördüncü cütümüzü toxuyuruq. Yenə bucaq boşluğu, 2 zəncir və 5-ci və sonuncu zənciri bura toxuyuruq. Tak. Bu başlanğıcdakı bu quyruq qabağa sürüşüb çıxır belə. O hamıda olmaya da bilər. Bunu belə çıxardın, keçirdin arxaya, bunu lap axırda gizlədəcəksiniz. Tak, deməli baxırıq. Baxın, 1, 2, 3, 4, 5 cüt və onların arasında 1, 2, 3, 4 bucaq. Burada 4, burada da 4, 8 bucağımız əmələ gəldi. Elə ki, geometrik fiqurumuzun ən vacib təməlini yaratdıq. İndi burada qızlar, baxın bu aşağıda tək-tək sütunları toxudaq. Burada da eyni şey eləyirik. Bir-bir hamısını toxuya-toxuya gedirik sona qədər. Bir dəqiqə. Bunu şeydən sonra tapıb yerinə salmaq biraz çətindir. Bir-bir toxuyun geçsin. Tak. Sonuncu sütun burada. Baxın bitirdik. Bu yelpiklərin arasındakı bu təkli sütunların miqdarı eyni olmalıdır hər iki tərəfdə. Yoxlayın özünüzü. Əgər eyni deyilsiz, deməli nəyinsə hardasa buraxmısınız ya da artıq toxumusunuz. Yelpiklərin arasından danışıram. Sıramızı bitiririk. Sıranı həmişə eyni cürə bitirirəm. Sadə metodla. Baxın, sıramızı 3 dənə zəncirlə başlamışdıq, düzdür? 1, 2, 3. Başdakı 3-cü zəncirin içinə belə keçirəm. Sap alıb çıxardıram. Baxın, milçənin üstündə 2 dənə ilmə var. Sol ilməni sağ ilmənin içindən keçirdirəm bu şəkildə. Bu sürüşdürmə ilməsidir bunun adı. Sürüşdürmə ilməsi ilə sıramızı bağladıq. İlk sıramızı bitirdik. 8 bucağımızı yaratdıq. Okay. İndi keçirik ikinci sıraya. İkinci və daha sonraki sıralar hamısı eyni olacaq. Eyni qayda ilə toxunacaqdır. Ona görə burada cəmi 2 dənəsini göstərmişəm. Çox sadədir əslində. Elə bil ki, bundan sonra artıq beyninizi söndürüb sadəcə dairəvi şəkildə toxuya bilərsiniz. Belə toxuma hətta istirahət də verə bilər sizə. Deməli, ikinci və daha sonraki sıralarda nə işlə məşğul olub? Baxın, bu əsas zolaq hissəsindəki sütunlar. Bir də bu yelpikdə olan sütunlar. Bunların hamısının başında, baxın, sütunun başında belə hörük var. Onun içinə keçirik. Deməli bu. Sütunun başındakı ilmə. Hər bir sütunun başındakı ilməyə keçərək yeni bir dənə sütun toxuyuruq.
Deməli, buradakı aydın da bu zolaq boyu bir-bir toxuyacaq. Burada da baxın, bu 2-2 toxumuşduq cütlər. Hamısının başına bir dənə toxuyuruq. Bir dənə yeni dilim çaşdı. Sütun toxuyuruq. İndi başqa renk sap götürürüm, onda daha aydın görsünlər. Və bu olanların üstünə yeni sütun toxuyuruq olduğu kimi və bucaqlarda nə edirik? 8 dənə bucağımız var. Bütün 8 dənə bucağın içinə bunu toxuyuruq. 2 dənə sütun, 2 dənə zəncir, 2 dənə sütun. Bu qədər. Bu sırada və bundan sonra hər neçə sıra toxusanız, bucaqların hamısında yalnız və yalnız belə bir şey olmalıdır. Bucaq boşluğu gördünüzsə bunu toxuyursunuz. 2 sütun, 2 zəncir, 2 sütun. Все. Okey. İndi növbəti sırada da məsələn biz indi ikinci sıranı toxuyacağıq da, düzdür? İndi üçüncü sıranı toxusanız, məsələn baxın bu bucaqların arasında artıq 2 dənə sütun yox, 6 dənə sütun var. Həmin bu 6 dənə sütunun üstünə yenə 6 dənə hərəsinə bir dənə sütun toxuyursunuz və bucaqlara yenə bu eyni şeyi eləyirik. 2 sütun, 2 zəncir, 2 sütun. Bu qədər. Belə toxuyub davam edirik. Bir dəqiqə sapın rəngini dəyişim. Tak, okey, mən buradan sapı kəsdim. Deməli, gəlin elə buradan başlayaq. Davam eləyək toxumağa. Məsələn, elə bu ortalardan başlayaq. İndi bu zəncir hardan da onu başlayaq. Deməli, hər sütunun başına bir dənə təzə sütun toxuyuruq. Getdik. Təzə sapı bu şəkildə salıram, yeni rəngi. Əslində eyni rəng eləyə bilərsiniz istəyirsinizsə. Sadəcə mən fərqli rəng eləmək istəyirəm ki, o vizualını daha yaxşı görəsiniz. 1, 2, 3. Sıramızı başlayırıq 3 dənə zəncirlə və həmin bu 3 dənə zənciri bir dənə bir atmalı sütun kimi hesaba alırıq. Gəlin bunu biraz da yaxınlaşdıraq. Burada sıranı bitirmişdik. Buranı baxın sap çıxır. Deməli, bura bir dənə sütun toxuyuram. Tak, sonra bura bir dənə sütun. Elə bil ki yox, baxın. Bu sütunun başında budur. Bunun başında budur. Bunun başında budur. Belə. Okey. Gəldik bucağa çatmışıq indi. Bucaqda nə toxuyuruq? Bayaqdan bir neçə dəfə dedik. 2 dənə sütun boşluğun özünün içinə gedirik belə. 2 dənə zəncir və 2 daha sütunu eyni bu bucağa toxuyuram. Baxın. Bucağımız bundan ibarətdir. Şəkildə də bu, sxemdə də belə görsənir. Baxın, indi bu saat biz bunu elədik. Bax, bu göyləri. 2 sütun, 2 zəncir, 2 sütun. Burada da belə 2 sütun, 2 zəncir, 2 sütun. Okey? İnşallah ki, belə aydındır sizə. Davam edirik. Növbəti bizdə gəlir, bax, bu 2 dənə sütun. 2 dənə göy rəng sütunun üstünə hərəsinin bir dənə başına qəhvəyi rəng sütun toxuyuruq. Baxın, sütunların başında bu hörüklər var, okey? Onun başına toxuyuruq. Görsənirmi? Baxın, bu sütun, bu da onun başı. Okey. Bunu toxuduq. Yenə gəldik, bucağa çatdıq. Və bucağımızı toxuyuruq. Standart. 2 dənə sütun, 2 dənə zəncir,
və 2 dənə sütun eyni bu yerə. Baxın. 1, 2. 2 dənə bucağımıza toxuduğu yeni sırada. Getdik. İndi yenə bu sütunlarımız gəlir. Bunların başına yeni sütunlar toxuyuruq. Bu sütun, bu da onun təpəsi, başı. Və yenə növbəti bucaq boşluğu. İki zəncir və yenə 2 dənə sütun. Eyni bura. Biraz sürüşdürək. Bu sütunun başı açılsın. Baxın 1, 2, 3 dənə bucağımız əmələ gəldi. İndi 4-cü sonuncu bucağımızı toxuyuruq. İki zəncir və 2 dənə də sütun eyni bura. Okey. Baxın. 4 bucağımızı əmələ gətirdik. 1, 2, 3, 4-cü bucaq burada. Bucaq hissəmizi bitirdik. İndi bu zolağa keçirik. Burada da düşünmədən yenə sadəcə bir sütunlarımızı yerləşdirib davam edirik. Biraz uzaqlaşdıraq. Burada biraz sürətlənəcəm. Tak, burada diqqət eləyin. Baxın, burada bucaq var burada. Bura çatana qədər yenə bir toxuyuram. Toxuduq. Bucağa bayaqdan toxuduğumuz kimi eyni şey toxuyuruq. Deməli, 2 dənə sütun. 2 dənə zəncir və 2 dənə sütun. Və yenə davam edirik. Bayaqki bu yelpik hissəsində, bax bu yelpikdə nə etmişdiksə, burada eyni şeyi davam edirik. Bir şey yaxşıdır ki, təkrarlanan hərəkətlər çoxdur. Ona görə deyirəm ki, məsələn, beyin yorucu bir şey deyil. Nəsə çoxlu belə güclü hesablama filan eləməyə ehtiyac yoxdur. Yenə bucağa gəldik.
Belə dairəvi şəkildə toxuyub gedirsiniz. Kstati, istəsəniz hər zolaqda rəng dəyişə bilərsiniz. Ya 2 zolaqdan bir, 3 zolaqdan bir, hər neçə zolaqdan bir rəng dəyişə bilərsiniz, maraqlı olsun. O da olmasa, qızlar, batik saplar var. Yumağın özündə artıq sapın rəngi dəyişir. Çox rəngli saplardır yumaqda. Onları alıb toxuya bilərsiniz və nəsə xüsusi naxışa ehtiyac yoxdur. Onlar artıq rəngin dəyişməsi maraqlı görüntü yaradacaq. Yəni bunu da toxuyaq. Burun göz qaşınması da imkan vermir ha. Okay. Yenə bucağa gəldik. Burada çox təkrarlamıram, eyni şey bezdirici olmasın. Yəni bu birisi tərəfdə bu yelpik hissəsində nə etmişdiksə, bu yelpiyi də yəni şərti olaraq deyirəm ha. Əsl adı yelpik deyil. Sadəcə belə deyəndə izah eləmək üçün rahat olur başa düşmək. Yenə gəldik bu pistonlara. Okay. İkinci yelpiyimizi de bitirdik ve keçirik. Bu düz zolağımızı toxuyuruq. Az qaldı. Okey. Sıramızı yine bayaqki kimi birləşdiririk. 1, 2, 3. 3 dənə zəncirlə başlamışdırıq. Ən yuxarısının içinə sürüşdürmə ilməsi ilə sıramızı bağlayırıq. Mən burada sapı kəsəcəm. Baxın qızlar, bu kofta vəziyyətinə gələn bir şey bundan başlayır. Okey. Baxın, toxuya dairəvi şəkildə gedirsiniz. Bayaq qeyd elədiyim kimi. Tez-tez yoxlayın. Bu belə qatlayandan sonra bu yaxalar belə rahat şəkildə üzbəüz gələnə qədər toxuyursunuz. Burada dayanırsınız. Və yaxaya düymə zamok ya nəsə eləməyi bundan əvvəl başa saldım. Oradakı məntiqlə eləyirsiniz. Mən bu nümunə üçün biraz çox toxumuşam. Baxın, yaxa üst-üstə gəlir. Məsələn, bunu düymə eləmək olar. Amma bir şeydə bax ki, düymə deşiyi qoymamışam. Knopka eləmək olar yaxasına. Əgər düymə deşiyi qoymağı bilmirsinizsə və onunla belə deyək də əlləşmək istəmirsinizsə, knopka tikin, knopka ilə olsun, fərq eləməz. Əsas məntiqimiz budur, bu qədər. Yəni indi artıq növbəti sıralarda nə edirsiniz? Mən dediyim kimi, bucaq görən kimi bucaqların hamısına eyni toxuyursunuz. Bütün sıralarda 2-dən başlayaraq digər bütün sıralarda. 2 sütun, 2 zəncir, 2 sütun. Bu bucaqlıqdır. Və həmin bucaqların arasında da, baxın, bu sütunlar var. Bunların da hamısının başına bir dənə yenisini toxuyub gedirsiniz. Burada elədiyimiz kimi. Bu qədər. İndi,
Əgərlərin ki, nəticədə alınan bu kardiqanın ölçüsündə qollarının uzunluğu sizin üçün qısadırsa, əlavə sıralar dairəvi şəkildə toxuyub davam edə bilərsiniz. Bu artıq çiyini bağlayandan sonra, çiyini bağlamağı göstərəcəm indi. Və yaxası da dardısa, yaxanı da uzada bilərsiniz. Burada artıq döndərməli şəkildə toxuya-toxuya belə. İstədiyiniz qədər uzada bilərsiniz. Təməl budur. Amma çox adam bunu toxuyanda əlavə heç nə eləmir. Baxın, bu yalnız birinci növdür. Digər ikinci növlərdə uzunluq filan barədə başqa variantlar var. İndi orada baxıb da özünüz görəcəksiniz. Gəlin sizə bu çiyini qolu bağlamağı göstərim. Bir də çiyini qolu bağlayarkən, baxın, buradan elə bir ki, bağlaya-bağlaya gəlirik. Əgər bu metodla eləyirsiniz, adi tikiş kimi də eləyə bilərsiniz. Fərqi yoxdur. Burada boyun üçün yer buraxın. Yəni axıra qədər diriyib bağlamayın, yaxşı? Yəni boyun üçün istədiyiniz qədər boşluq buraxın. Mən məsələn boynumun üçün çox yer xoşlayıram. Amma elə adam var ki, istəyir ki, belə pritik boynunu boğazına tutsun. Kısaca onu eləyəndən sonra əlavə varatnik də toxuya bilərsiniz istəsəz. Onu eləməsəz də, baxın, mən də bu şəkildə belə toxumuşam. Boynu tikib birləşdirəndən sonra bu çiyin qol hissəsini tikəndən sonra bunları belə açıb varatnik kimi istifadə eləyə bilərsiniz. Əlavə varatnik toxumaq istəmirsinizsə. Yəni baxın, belə variantlar çoxdur. Okay, çox danışdım. Deməli, bu sürüşdürmə ilməsi ilə tikməyi göstərəcəm sizə. Bu asandır, həm tez bitir. Bu mənim TikTokumda ya YouTube'umda var, ya da hər ikisində var, bilmirəm, yadımda deyil. Yine sapımızı biraz çoxaldaq. Tak, deməli, baxın, biz bu bucaq boşluğunda, bir dənə bunu yaxınlaşdıraq. Deməli, biz bu bucaq boşluğuna 2 dənə zəncir qoyduq, düzdür? Deməli, zəncirin birini bu tərəfə saxlayırıq, birini də burada saxlayırıq, indi onu tikib işlədəcəyik. Zəncir də nədir? Həmin baxın, bu hörüklər. Deməli, bu hörüyün hər iki hissəsi bir dənə ilmədir. Amma biz bunun bir yarısını götürəcəyik. Bizlə üzbəüz olan bu yarısını yox, digər yarısını. Ya da başqa məntiqlə izah eləsəm, bax, bu birləşdirəcəyim iki hissəni belə üz-üzə gətirəndə, bax, mən bunları birləşdirmək istəyirəm. Bunları belə üz-üzə gətirəndə, hansı kənarları birləşirsə yanaşı durursunuz. Həmin kənarları birləşdirəcəm iç-içə duran. Yəni ki, belə. Baxın. Fokus. Okay. Birinci bu bucaq boşluğunun zəncirini götürürüm. Bax, bir yarısını götürdüm. Bax, belə. Bunun da içə baxan digər bir yarısını götürürəm. Bax, bununkidir. Bunu. Hansı sapla birləşdirəcəmsə bunu götürürəm bu şəkildə. Bir buradan keçirdirəm. Bir də buradan keçirdirəm. Sonra getdik. Deməli, buradakı növbəti hörüyün bir yarısını götürürəm yenə. Sonra bunun da növbəti hörüyün bir yarısını götürürəm. Bunu biraz dartırıq, başlıqda boş olur. Yumaqdan gələn sapı belə keçirdirəm milçəyə. Bir buradan keçirdirəm. 2 buradan keçirdirəm. 3 də belə keçirdirəm. Və belə davam eləyirik. Yenə növbəti hörüyün bir yarısı. Digər hörüyün bir yarısı. Sap alıram. 1 2 bu da 3. Biraz uzaklaştıralım.
Okay. Deməli, növbəti hörüyün bir yarısını götürürəm. Bu tərəfdən də eyni şey eləyirəm. Sap alıram. 1 2 3. Yəni biraz davam eləyək, yadınızda qalsın. Belə. Görüntüyə baxın, bu birləşmə yerində də hörük əmələ gəlir buradakı kimi. Belə. İnşallah ki kifayət olar. Elə bil ki bu video hazır məhsul sizə göstərmir. İstədiyiniz məhsulu toxumağı sizə göstərdim. İstədiyiniz sapdan yaz üçün, yay üçün yüngül kardigan, kimlərsə dəniz kənarında gəzməyi xoşlayırsa, yayda ya qışda xoşlayırsa, nazik, qalın saplardan istədiyiniz, keyfiniz nə istəyir? Yəni istənilən sapa uyğundur bu. Götürüb toxuya bilərsiniz. Nəsə suallarınız olsa, buyurun, şərhlərdə soruşa bilərsiniz. Məmnuniyyətlə izah eləyəcəm. Bu qədər.